Güvən test toplusu biokimya mövzusu keçən videoda 1-ci sualdan 51-ci suala qədər işləmişdik. İndi isə 52-ci sualdan davam edirik işləməyə digər test nümunələrini. 52-də hüceyrədə ATF-in hidrolizi zamanı 8 mol ortofosfat turşusu qağının alındığını deyir və bu zaman neçə mol ADF əmələ gələr, nə qədər də enerji ayrılar onu soruşur. ATF-in hidrolizi zamanı ayrılır. 1 mol ATF-in hidrolizi zamanı 1 mol ADF alınır. 1 mol da H3PO4 və 40 kJ-da enerji ayrılır. Normalda 1 mol ADF alınarkən 1 mol H3PO4 alınıbdır. Və 8 mol H3PO4 alınarkən nə qədər ADF alınır? X bərabərdir 8 mol. ADF-in mol miqdarını tapdıq ki 8. İndi biz ayrılan enerjini tapaq. Əgər normal halda 1 mol ADF yaranarkən 40 kJ enerji ayrılırdısa, 8 mol tapdığımız 8 mol ADF yaranarkən nə qədər enerji ayrılar? X bərabərdir. Buradan 320 kJ taparıq. Cavabımız E variantı. 53-cü sualla davam edirik. 53-cü sualda bizə nuklein turşusu adeyini veribdir və adeyin nuklein turşusunun heç bir zəncirini demədiyi üçün, sadəcə nuklein turşusundakı nukleotidləri dediyi üçün burada 2 zəncir də nəzərdə tutulubdur. Nukleotidlərin ümumi sayını bizə N-i 24.000 veribdir. Guanin nukleotidlərinin sayını 4.000 verib. Deməli, burada sitazinin də sayı 4.000-dir. Adenini soruşur. Normalda 24.000 ümumi nukleotid sayından biz çıxarıq. Guanin və sitazinin cəmini, yəni 4.000 üstə gələk 4.000 toplam 8.000-i 24.000-dən çıxarıq. Bu zaman taparıq 16.000. Tapdığımız 16.000 2 yerə böləcək olsaq 8.000-i adeninli nukleotiddir, 8.000-i isə timinli nukleotiddir. Bizdən də adeninini soruşduğuna görə cavab burada C variantıdır. Davam edək 54-cü sualla. 54-cü sualda da təxmini 53-lə eynidir. Sadəcə burada hidrogen rabitələrini soruşur. Ümumi nukleotid sayını N-i 34.000 verib. Timin nukleotidlərinin sayını 8.000 veribdir. Deməli, adeninli nukleotidlərinin sayı 8.000-dir. Hidrogen rabitənin düsturu belə idi. H rabitə bərabərdir. Nukleotidlərin ümumi sayı üzərinə gəlsin ya guaninin ya da sitazinin sayı. Biz buradan guanindən sitazini tapmalıyıq ki, hidrogen rabitələrinin sayını, ümumi hidrogen rabitə sayını tapa bilək. Ümumi nukleotidlərin sayından çıxarıq. Timin və adeninin cəmini, yəni 8.000, üstə gələk 8.000-i, 16.000-i 34.000-dən çıxarıq, taparıq burada 18.000. 18.000-i də 2 yerə böləcək olsaq, 9.000 düşər guaninli nukleotidin sayına, 9.000 də düşər sitazinli nukleotid sayına. Burada H rabitə bərabərdir. Ümumi nukleotidlərin sayı 34.000 idi. Üzərinə gələrik guanin və ya sitazinin sayını, yəni 9.000-i. Bərabərdir. Buradan da taparıq 43.000. Cavab burada A variantı edir. Davam edək 55-ci sualla. 55-ci sualda heyvan orqanizmində zülalların biosintezində iştirak edən molekullardan hansının hüceyrədə sintezi vacib deyil? Fermentlər hüceyrədə sintez olunur. Məlumat rentesi DNT-dən sintez olunur. DNT hüceyrənin tərkibində olur. Nəqliyyat rentesi də DNT-dən sintez olunur. Amma amin turşularının hüceyrədə sintezi vacib deyil. Biz bunu bəzən qidaların tərkibindən də ala bilirik. 56-cı suala baxırıq. 56-cı sualda genin tərkibində ola bilməz deyir. Biz demişdik ki, gen DNT-nin müəyyən bir sahəsidir, müəyyən bir hissəsindəki kodlardır. DNT üçün bunu deyəndə kod deyirdik. Kod həm də bərabərdir gen deməkdir. RNT üçün deyəcək olsaq kodon deyərdik. Nəqliyyat məlumat rentesi üçün bunu belə deyərdik. Əgər nəqliyyat rentesi üçün deyəcək olsaq antikodon deyərdik. Gen deyiriksə, yəni koddan söhbət gedir. Bu da DNT molekuluna aiddir. Ona görə də
Burada genin tərkibində, tutaq ki, belə A, T, S deyə bir gen götürsək, genin tərkibində nukleotidlər olur. Bir gen 3 nukleotiddən ibarətdir. DNT-də isə nukleotidlərdən ola bilər adenin, timin, sitazin, bir də guanin də ola bilər. Sitazinin olması mümkündür, genin tərkibində guaninin olması mümkündür, adenin və timinin də olması mümkündür. Urasilin olması mümkün deyil. Buna səbəb isə urasil RNT-nin tərkibidir, azot əsasıdır. DNT-də olmaz. Davam edək 57-ci sualla. 57-ci sualda qlikoliz prosesində 56 mol su əmələ gəlibsə, bu zaman neçə mol qlukozanın parçalandığını hesablayın deyir bizə. Normalda qlikoliz prosesi bu energetik mübadilənin ikinci mərhələsidir, oksigensiz parçalanma mərhələsidir. Burada 1 mol qlukozla parçalananda 2 mol su ayrılardı. Əgər 56 mol su ayrılıbsa, deməli nə qədər qlukoza parçalandığını tapa bilərik. 56-nı 2-yə bölərik, 28 mol. Burada cavab B variantı. Davam edək 58-ci sualla. 58-ci sualda qrafik verib bizə. Qrafikdə bitkinin yaşıl yarpaq hüceyrəsinin xaric etdiyi oksigen qazının miqdarının zamandan asılı olaraq dəyişməsi göstərilmişdir. Və qrafikə görə hansı zaman aralığında fotosintezin intensivliyi azalmışdır deyir. Oksigenin miqdarı fotosintezin intensivliyi artdıqca ifraz olunan, yəni mühitə buraxılan, əlavə məhsul olan oksigenin miqdarı da zaman keçdikcə artar. Yəni fotosintezin intensivliyi nə qədər çox olarsa, bu zaman oksigen ifrazı da, belə deyək də, oksigenin hazırlanması və mühitə buraxılması da o qədər çox olar. Bizdən isə hansı qrafikdə zamandan asılı dəyişməsi göstərib, azalmasını soruşur bizdən. Birinci hissəyə baxırıq. Birinci hissədə intensivlik artıb ki, oksigenin miqdarı da artıbdır, mühitə çıxan oksigenin. İkinci hissədə intensivlik azalır ki, oksigen də artıq azalır. 2-də intensivlik azalıb, 3-də artıb, yuxarıya doğru gedir qrafik, 4-də isə yenə azalıbdır. Burada 2 və 4 C variantı. 59-cu suala baxırıq. Polisomda zülal biosintezinin sonunda əmələ gəlmiş hər bir polipeptid zəncirin ölçüsü hansının sayı ilə əlaqədar deyil? Deməli, məlumat RNT-sindəki tripletlərin sayı ilə əlaqədardır. DNT-nin müvafiq gen sahəsindəki kod tripletlərinin sayı ilə əlaqədardır. Yəni, burada bilirsiniz nəyi demək istəyir bizə? Polisom bir neçə 4 və 40 ədəd, maksimum 40, minimum 4 ədəd olan ribosomların birləşməsidir zülal biosintezi zamanı. Və burada polipeptid zəncir əmələ gəlir. Yəni, burada zülalın sintezindən söhbət gedir. Orada təbii ki, peptid rabitələr çox olduğu üçün polipeptid adlandırırıq. Həmin o zülalın ölçüsü, polipeptid zəncirin ölçüsü asılıdır. Təbii ki, məlumat RNT-sindəki tripletlərin sayından, DNT-nin müvafiq gen sahəsindəki kod tripletlərinin sayından da asılıdır. Buna görə götürmürük. Biosintezdə bilavasitə iştirak edən nəqliyyat RNT-lərinin sayından asılıdır. Nə qədər çox nəqliyyat RNT-si gələrsə, biosintez prosesində iştirak edərsə, deməli, o qədər çox amin turşusu gətirib birləşdirəcək və zülalın uzunluğu da, oradakı polipeptid zəncirin ölçüsü də o qədər çox olar. Məlumat RNT-sinin keçdiyi ribosomlar, məlumat RNT-sinin keçdiyi ribosomlardan asılı deyil. Molekuldakı amin turşularından asılıdır. Nə qədər çox amin turşusu birləşərsə, o qədər çox peptid rabitə əmələ gələr. 60-cı suala baxırıq. RNT molekulunda adenin azot əsası, ortofosfat turşusu qalığı və karbohidratlar arasındakı hansı münasibət doğrudur? RNT molekulunda adenin azot əsası, belə deyək, hər bir azot əsası nukleotidin özünün azot əsası olan hissəsi var, karbohidrat olan hissəsi var, bu RNT-də ribozadır və fosfat turşusu qalığı olan hissəsi var. Burada adeninli azot əsası
daha az olar. Nəinki karbohidrat hissəsi və fosfat turşusu hissəsi. Karbohidratla fosfat bərabər olar miqdarı. Çünki hər bir nukleotidin həm karbohidratı var, həm də fosfat turşusu var. Ona görə də miqdarlar eyni olar. Biz hansısa bir molekulda karbohidratın sayını biləndə artıq oradakı fosfat turşusu qağının da sayını bilərik. Yəni nuklein turşularından gedir söhbət. Bilə bilirik karbohidratla fosfat turşusunun sayı çünki bir-birinə bərabərdir. Fərz edək ki, burada adeninli nukleotiddir. Bunun sitazinlisi də var, guaninlisi də var. Buradan onları çəkə də bilərik. Bu olsun sitazinli. Bir dənə də RNT-də urasilli çəkək. Yenə onun karbohidrat hissəsi və fosfat turşusu qağı. Baxın, adeninli azot əsası bir dənədir. Adenin azot əsası 1-dir. Amma burada karbohidrat hissə həm adeninlidə var, həm sitazinlidə var, həm də urasillidə var. 3 dənə karbohidrat hissə oldu. Eyni şəkildə fosfat turşusu hissəsi də 3 dənə oldu. Deməli, adeninli kiçikdir fosfat və karbohidrat olan hissədən və onlar da bir-birinə bərabərdir. Cavab C variantı. Davam edək 61-ci sualla. Üzünün köçürülməsi prosesi gedə bilməz. Üzünün köçürülməsi prosesi bu transkripsiya adlandırdığımız prosesdir. Bu gedə bilməz ribosomlarda. Ribosomda translyasiya gedər. Digər göstərilən bəndlərdə niyə gedə bilər soruşsaz, mitoxondrinin öz DNT-si var, plastidin də DNT-si var, gedər, nüvədə gedər, sitoplazmada, prokaryotlarda məsələn DNT sitoplazmada yerləşir, orada da gedər. Üzünün köçürülməsi DNT-dən məlumat RNT-nin sintezi prosesidir, ona görə ribosomda isə getməz. 62-ci suala baxırıq. Hüceyrədə üzünün köçürülməsi prosesində əmələ gəlir. Əmələ gəlir məlumat RNT-si, DNT-dən məlumat RNT-sinin sintezi prosesidir. Ekariot orqanizmlərin hüceyrələrində ötürülmə prosesi gedə bilməz. Ötürülmə prosesi deyirsə, bu translyasiyadır. Translyasiya gedə bilməz nüvədə. Nüvədə transkripsiya gedəcək, çünki orada DNT-dən məlumat RNT-nin sintezidir. Ötürülmə prosesi isə məlumat RNT-dən zülalın sintezidir. Zülalın sintezi özü üçün zülal hazırlaya bilər. Xromoplastlarda gedər, xloroplastlarda gedər, sitoplazmada, ribosom sitoplazmada sərbəst yerləşir orqanoidlər, orqanizmlərdə gedər. Mitoxondridə də müəyyən qədər gedə bilər. 64-cü suala baxırıq. Cədvələ əsasən X, Y və Z-i müəyyən edin. Burada bizə ATF, ADF və DNT verilibdir. Azot əsaslarının sayını tapmalıyıq və ortofosfat turşusu qalıqlarının sayını tapmalıyıq. Birincidə, yəni ATF-də normalda ortofosfat turşusu 1 molunda 3 ədəd olur. Bizə verib N mol. N molunda isə N mol ortofosfat turşusu neçə mol ATF-də olar? X-i buradan tapacaq olsaq, N-i bölməliyik 3-ə. Deməli, burada cavab N bölünsün 3 olmalıdır. ADF-də isə ADF-in 1 molunda 2 ortofosfat turşusu var. N mol ortofosfat turşusu nə qədər ADF-dədir? X bərabərdir. Burada N bölünsün 2 olmalıdır. Burada da N bölü 2. DNT-yə gəldiyimiz zaman isə DNT-də ortofosfat turşusu qalığı bir dənə nukleotidində 1 ədəd ortofosfat turşusu qalığı var. N qədər ortofosfat turşusu qalığı neçə nukleotidində olar DNT-nin? Burada da N bölünsün 1, elə bu N edər. Burada yəni N tapmalıyıq. X-da N bölünsün 3, Y-da N bölü 2, Z-də isə N tapmalıyıq. Cavab C variantı. 65-ci suala baxırıq. Denaturasiya prosesinə məruz qala bilər. Denaturasiya prosesinə məruz qalır adətən zülallar. Yəni zülalların birincili, ikinci, üçüncü və dördüncülü quruluşları var. O quruluşların dağılması onların denaturasiyasıdır. Burada da zülaldır, ribonukleaza. 66-cı suala baxırıq. 66-da DNT-nin hər hansı bir zülalın ilkin quruluşu haqqında məlumat
olan gen sayısını n sayda nukleiddən təşkil olunubsa, onda bu zülalın translyasiyası zamanı əmələ gələn su molekullarında cəmi neçə proton olar? Deməli, bir gen 3 nukleotiddən təşkil olunubdur. Əgər n qədər nukleotid deyirsə, tapaq görək neçə gen var burada. X bərabərdir n bölünsün 3 qədər gen taparıq biz. İndi həmin gen qədər də amin turşusu var deməkdir. Yəni, çünki bir gen bərabərdir bir triplet. O da həm də bərabərdir bir amin turşusuna. Əgər n bölü 3 qədər gen varsa, n bölü 3 qədər də amin turşusu var. Burada translyasiyada ayrılan suyun miqdarını biz n çıxılsın 1 ilə işarə edirdik. Bu n çıxılsın 1, n burada amin turşusunun miqdarıdır. Yəni yazarıq ki, n bölünsün 3 çıxılsın 1. Bununla suyun miqdarını taparıq. Suyun miqdarını tapandan sonra bizə deyir ki, cəmi neçə proton var həmin suda. Sudakı protonun sayı suyun kimya formulu H2O şəklindədir. Hidrogenlərdə 1 dənə proton olur, oksigende isə 8. Burada da 2 dənə hidrogen olduğuna görə 1, 2, üstə gələk 8, 10. 1 molekul suda 10 proton var. Burada da n bölü çıxılsın 1-dən nə qədər su alınacaqsa, onun miqdarını vurmalıyıq ona ki, ümumi proton sayını tapaq. Burada da cavab A variantı. Keçirik 67-ci suala. 67-ci sualda bizdən soruşur ki, hüceyrədə qlukozanın tam parçalanmasından 176 mol su əmələ gəlmişdir. Bu zaman sintez olunmuş ATF-in neçə molu glikoliz mərhələsində yaranmışdır? Yazaq. Glikoliz mərhələsi, glikozanın tam parçalanması mərhələsi deyirsə, burada glikoliz mərhələsində 2 mol deməli ATF alınırdı və 2 mol ATF glikolizdə alınanda 36 mol da oksigenli mərhələdə alınırdı. Toplamda 38 mol ATF alınanda ümumilikdə də 2 mol yenə glikoliz mərhələsində, 42 mol da oksigenli mərhələdə su alınırdı. İndi bizə deyir ki, suyun miqdarı 176-dır. Onda nə qədər ATF parçalanıb, bunu taparıq. X bərabərdir. 176-nı bölərik, deməli, vurarıq 38-ə, bölərik 44-ə. Buradan 152 mol ATF alırıq. ATF 152 mol alandan sonra bizdən soruşur ki, neçə molu glikoliz mərhələsində, yəni oksigensiz parçalanmada alınıbdır. Normalda 2 mol ATF alınardı glikolizdə. Tam parçalanmada isə bu 38 mol edir. 152 mol ATF isə glikolizdə nə qədəri düşür, bunu taparıq. X bərabər 152-ni 2-yə vurarıq, bölərik 38-ə. Buradan da cavab alırıq 8 mol. 8 molu deməli glikoliz mərhələsində alınıbdır. Keçək 68-ci suala. Peptid rabitə əmələ gələ bilər deyir. Peptid rabitə əmələ gələ bilər 2 amin turşusu birləşəndə oradakı karbonla azot arasında, ATF-də ortofosfat turşusu qalqılar arasında makroergik rabitədir. RNT-də nukleotidlər arasında kovalent rabitədir. 2 glukoza molekulu arasında əmələ gəlməz peptid rabitə. DNT-nin qoşa zəncirlər arasında hidrogen rabitələrdir. 2 amin turşusu qalğı arasında isə peptid rabitə əmələ gələr. Davam edirik 69-cu sualla. Molekulunun uzunluğu 35.000 nanometr olan zülalın neçə amin turşusu qalğından ibarət olduğunu hesablayın deyir. Bir halqanın da uzunluğunu 0,35 nanometr veribdir. Deməli, burada əgər bir halqanın uzunluğu 0,35 nanometrdirsə, bu zaman 35.000-i nə qədərdir? 35.000-i bölərik 0,35-ə. Buradan tapırıq 100.000. Bu da D variantıdır 69-cu sualda. Gəlirik 70-ci suala. Əgər DNT molekulunda 200 timin və 400 sitazin nukleotidi varsa, deməli, timinlərin sayı 200-dür. Guaninlərin sayı isə 400-dür. DNT molekulundan söhbət gedir. Yəni, 2 zəncirin ikisindən də. Deməli, burada adeninin də sayı 200 olar, sitazinin də sayı 400 olar. Davam edək.
onda bu molekulda hidrogen rabitələrinin sayının dezoksiribozaların sayına olan nisbətini neçədir? Dezoksiribozaların sayını tapmaq üçün biz bayaq da dedik ki, hər bir nukleotidin özünün dezoksiribozası var, yəni karbohidratı var. Bir nukleotidin bir dənədir. Deməli, burada nukleotidlərin ümumi sayını toplasaq biz 200, üstə gələk 200, üstə gələk 400 və 400. Bunların 400. Bunların sayını toplayıb tapdığımız zaman 1200 tapırıq. Bu oldu dezoksiribozanın sayı həm də. Yəni karbohidratın sayı. İndi isə hidrogen rabitələrinin sayını tapmalıyıq. Ümumi nukleotidlərin sayı H rabitə bərabər idi. Ümumi nukleotidlərin sayı 1200. Üstə gələk. Guanin və ya sitazinin sayı, yəni 400-ü gəlməliyik. Bu da edəcək 1600. Bizdən bunların nisbətini istəyir. Yəni birinci hansını soruşur? Dezoksiribozanın sayına olan nisbətini hidrogen rabitənin, yəni 1600-ün 1200-ə nisbətini soruşur. Bu da 4-ün ixtisar gedəcək sıfırlar, 4-ün 3-ə nisbəti şəklində olacaq. B variantıdır 70-ci sualda. Davam edək 71-ci sualla. 71-ci sualda oksitosin zülalının ilkin quruluşuna aid sxemə əsasən səhv mülahizəni müəyyən edin deyir bizə. Burada gördüyümüz bu X, Y, Z şəklində yazıbdır. Yəni burada demək istədiyi əslində hər biri ayrı-ayrı amin turşusudur. Bu şəkildə işarə eləmək istəyir və buna əsasən də hansı fikrin yanlış olduğunu tapmalıyıq. Birinci gördüyümüz 9 amin turşusundan ibarətdir deyir. 9 amin turşusu varmı? Tabaq sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bəli, bu fikir düzdür, ona görə bunu götürmürük. Sintez nəticəsində 8 mol su ayrılmışdır. Bəli, N çıxılsın 1 qədər. N amin turşusu sayıdır. Yerinə qoyuruq 9-u. Çıxırıq 1, bərabərdir 8 mol su ayrılar. Bu da düz fikirdir. 8 növ amin turşusundan ibarətdir deyir. Sayaq, X-dən 1 ədəd, 2 ədəddir, bunu silərik. Yerdə qalır 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 növ edir. X-i niyə sildik? X-i eyni növdür deyə birini götürürük. Ona görə C variantı da düzdür. Məlumat RNT-sinin bu zülalı kodlaşdıran hissəsində 30 nukleotid vardır. 30 nukleotid vardır. Burada 9 amin turşusu olduğuna görə bir amin turşusunu kodlaşdıran hissədə 3 nukleotid olur. 9 amin turşusunu kodlaşdıran hissədə X bərabərdir 27 olar. 30 olmaz. Ona görə D variantı səhvdir və bizə də səhv fikir lazım idi. Bunu götürürük. Y-də sintez nəticəsində 8 peptid rabitə əmələ gələr. Bəli, suyun sayı qədər də peptid rabitə əmələ gəlir. İstəsək bunu saya da bilərik. 1, 2, 3, 4, 5, 6, 7, 8. Eyni şəkildə amin turşusunun sayını, yəni n çıxı 1 düsturundan istifadə edərək də bunu tapa bilərik. Bu da doğru cavabdır, götürmədik. 71-də cavab D. Keçək 72-ci suala. Ribonukleaza zülalı 124 amin turşusundan təşkil olunmuşdur. Bu fermenti kodlaşdıran məlumat RNT-sinin transkripsiyası zamanı cəmi neçə molekul su ayrılar deyir. Deməli, transkripsiya zamanı 3N çıxılsın 1 qədər su ayrılır. Burada yazırıq. 124 amin turşusu olduğuna görə N-in yerinə 124-ü yazırıq və 3-ə vurub 1 çıxmalıyıq. Buradan cavab 371 alırıq. Bu qədər də su ayrılmış olur. Cavab E variantı. 73-cü suala baxırıq. RNT-nin müxtəlif nukleotidləri bir-birindən sxemdə hansı rəqəm və ya rəqəmlərlə verilmiş hissəsi ilə fərqlənir? RNT-nin müxtəlif nukleotidləri. Bu azot əsası olsa, deməli, adeninli olduğu müddətdə bu şəkildə olaraq quruluşu pentoz və ortofosfat turşusu. Əgər adenini silsək, burada yazsaq sitazin, sitazindən görə fərqlənər. Urasil yazsaq, urasilə, guanin yazsaq, guanin. Yəni 4 növün 4-ü də ola bilər və buna görə fərqlənər. Yəni birinci hissəyə görə fərqlənər. Pentoza və ortofosfat turşusu qalığı isə dəyişməz. Ona görə yəni fərqlənməz. Burada cavabımız edir yalnız bir A variantı. 74-cü suala baxırıq. Nəqliyyat RNT-sində olur.
Nəqliyyat rentesində makrogeik rabitə olmaz, dezoksiriboza yox, riboza olur, timin olmaz, timinin əvəzinə urasil olar, peptid rabitə olmaz, urasil azot əsası olar. 75-ci suala baxırıq. Cədvələ əsasən doğru mülahizəni müəyyən edin deyir. Deməli, 75-ci sualda birinci peptid rabitənin olduğunu göstərir. X-də hidrogen rabitəsi və disulfid rabitəsi yoxdur. Deməli, bu zülalın birincilli quruluşudur. Yazıram ilkin quruluş. İkincidə peptid rabitə var, bir də hidrogen rabitə var. Deməli, bu ikincilli quruluş. Z-də isə həm disulfidin, həm hidrogen rabitənin, həm də peptid rabitənin olduğunu göstərir. Bu da üçüncüllü quruluşdur. İndi variantlara baxaq. Y hidrofob qarşılıqlı təsir nəticəsində əmələ gəlir fikri yanlışdır. X ilkin quruluşa malik polipeptid zəncirlidir. Bəli, burada peptid rabitələrlə əhatələnir ilkin quruluş. Elə B variantı doğrudur. Digər variantlar doğru olmayacaq. Tapdıq artıq cavabı. 76-cı suala baxırıq. DNT molekulunda sitozin nukleotidi ümumi nukleotidlərin 30%-ni təşkil edir. Bu molekulda aden nukleotidləri neçə faizdir deyir. Sitozin əgər 30%-ni təşkil edirsə, deməli guanin də 30%-ni təşkil edir. Normalda da 4 nukleotiddir. Burada timin və adenin də var. 4'ü birlikdə 100%'dir. Əgər 100-ün 30'u sitozin, 30'u guanindirsə, yəni 60'ı çıxsaq 100-dən, qalar yerində 40%. Bircə dəqiqə. Aşağı düşdü, səhifəni tərpətdim. Yenidən yazıram. Sitozin və guanin sayını dedik ki, yazdım. Çıxırıq, yəni toplamını 60%, yerində qalır 40%. Həmin bu 40%-i 2 yerə bölməliyik də. Bunun 20%-i olacaq adeninin payı. 20%-i də olmalıdır timinin payı. Bizdən də soruşduğu elə adenli nukleotid neçə faizdir? 20%-dir. Burada D variantı. Keçirik 77-ci suala. Verilmiş maddələrdən hansının hidroliz məhsulu amin turşularıdır? Hidroliz məhsulu, yəni parçalandıqda amin turşusu alınır. Bunu demək istəyir. Bu da zülallarda mümkün olar. Məlumat rentesi parçalanırsa nukleotidlər alınır. Glikogenin parçalanmasından glikoza alınır, monosaxaridlər, karbohidratlar alınır, xitindən həmçinin. Saxaroza da disaxariddir, parçalanmasından amin turşusu alınmaz, amma insülin zülaldır. İnsülin parçalanmasından ayrılar. 78-də mikroelementlərə aid deyil, yəni makroelementdir. Burada da dəmir makroelementi, digərləri mikroelementdir. 79-cu suala baxırıq. Burada zülalın xətti uzunluğu 34,78 nanometrdirsə, bu zülalın biosintezi zamanı translyasiya prosesində ayrılmış suyun nisbi molekul kütləsi nə qədərdir deyir. Yəni biz tapmalıyıq əvvəlcə neçə amin turşusundan təşkil olunubdur. Ondan sonra oradakı suyun miqdarını bölərik. Bir amin turşusunun uzunluğunu verib bizə 0,37-yə. Buradan da taparıq ki 94 amin turşusundan təşkil olunubdur. 94 amin turşusudursa 94 çıxılsın bir qədərdə, yəni 93 molda su ayrılar buradan. İndi bizdən suyun nisbi molekul kütləsini soruşur. 1 mol suyun nisbi molekul kütləsi 18-dir. 93 mol suyu vurarıq 18-ə, taparıq ki 1674. Burada da cavab olar B variantı. Davam edək 80-ci sualla. Bitki 5 sutkada cəmi 9 kiloqram glukoza sintez etmişdirsə, onda bu bitkinin yaşıl sahəsi nə qədərdir? Zamanı bizə veribdir. T bərabərdir 5 sutka. 1 sutka 24 saat olduğuna görə 5 sutkanı da 24-ə vurarıq ki, saatını tapaq. Kütləni bizə veribdir. M bərabərdir 9 kiloqram.
Kiloqramı qrama çevirmək. 1000-ə vurarıq, taparıq 9000 qram. Və biz təbii ki, burada yarpaq sahəsini tapmalıyıq. Bu zamanda düsturumuz belə idi. N bərabərdir S vur T. S-i tapacaq olsaq, N bölünsün T düsturundan istifadə etməliydik. N-miz burada 9000-dir. T-ni də tapdıq ki, 5 vurulsun 24 saat. Bu eləyəcək 75 metr kvadratı. Yəni cavab D variantı olur burada. Davam edirik 81-ci sualla. Mitoxondriyada sintez oluna bilməzdir. Mitoxondriyada sintez olunmaz oksigen. Nəyə görə? Çünki mitoxondri tənəffüs prosesi gedəcək, yəni burada energetik mübadilə baş verəcək. Bu zamanda oksigen istifadə olunar, sintez olunmaz. 82. Amin turşusu, üzərinə gələn amin turşusu alınır dipeptid və bir də nə alınar deyir. Bir də su alınar. Ona görə C variantıdır burada. Keçirik 83-cü suala. 83-cü sualda adeninlə başlayan kod tripletlərinin sayının guaninlə başlayan kod tripletlərinin sayına nisbəti necədir deyir. Aha. Deməli, normalda 4/3, yəni 4 növ nukleotid 3-3 birləşərək 64 kod əmələ gətirir. Bu 64 kodu da 4 növ nukleotid arasında bərabər böləcək olsaq, hərəsinə 16 düşür. 16 dənə adeninlə başlayan, 16 dənə timinlə, 16 dənə sitazin, 16 dənə də guaninlə başlayan olur. İndi bizə deyir ki, adeninlə başlayanın guaninlə başlayana nisbəti, yəni 16-nın 16-ya nisbəti, bu da deyəcək 1-in 1-ə nisbəti. 83-də A variantı. Gəldik 84-cü suala. Zülal molekulundakı amin turşuları və bu zülalın quruluşunu müəyyən edən gen sahəsindəki nukleotidlərin birgə cəmi 800-ə bərabərdirsə, onda həmin zülalın nisbi molekul kütləsi nə qədərdir? Əvvəlcə buradan tapaq ki, bir amin turşusu kodlaşır 3 nukleotidlə. Bunu bilirik. Burada bizə amin turşuları və zülalın quruluşunu müəyyən edən gen sahəsindəki nukleotidlərin birgə cəmi 800 deyibdir. Bir amin turşusu olanda 3 nukleotid olursa, biri X-lə, yəni amin turşusunun X-lə, nukleotidi 3X-lə işarə edib, bərabər edərik 800-də, cəmini çünki elə verib. Buradan taparıq 4X 800-ə bərabərdir, X də bərabərdir burada 200-ə. X-i 200 tapdıq, yəni burada X amin turşusu idi. Onu da tapdıq 200. Nukleotid sayıda, əgər amin turşusu 200-dürsə, bir amin turşusu 3 nukleotidlə kodlaşırsa, 200 amin turşusu da 600. Yəni 3x də bərabər olacaq 600-ə. Nukleotid sayıda 600 olar. İndi bizə deyir ki, zülalın nisbi molekul kütləsi. Zülalın nisbi molekul kütləsini tapmaq üçün amin turşularının sayını tapıb 110-a vurmalıyıq. Normalda amin turşuları 128 atom kütlə vahidinə bərabərdir kütləsi sərbəst halda. Amma zülalın tərkibində, zülal quruluşunun tərkibində 110-dur. Tapdığımız 200 amin turşusunu vurarıq 110-a. Buradan da rahatlıqla cavabı tapa bilərik. 22.000-dir. Bu da B variantıdır. 85-ci suala baxırıq. 85-ci sualda bizə 6 mol karbon qazının üzərinə 12 mol H2 gəlib hidrogen, xlorofilin iştirakı və işığın təsiri ilə qlükoza və suyun alındığını göstərir və deyir ki, bu prosesin baş verdiyi canlı hansıdır? Deməli, bu proses baş verəcək yaşıl bakteriyalarda. Cavab belədir. Bunu əzbər bilməliyik, yəni bu kitablarımızda var. Siyanobakteriyalar hidrogen mənbəyi kimi biz normal bitkilərdə, ali bitkilər necə ki sudan istifadə edəcək, yəni reaksiya belə olacaq da 6 mol CO2 üstə gələk 6 mol su buradan alınacaq. Bu reaksiyanın ikinci tərəfi qlükoza və su, oksigen alınacaq 6 mol, bir də C6H12O6. Ali bitkilər,
Siyanobakteriyalar hidrogen mənbəyi kimi sudan istifadə edəcək, yəni bitkilərdə olmaz. Qırmızı bakteriyalar isə H2S-dən istifadə edər. Ona görə qırmızı bakteriyalarda olmaz, bir hücrəli heyvanlarda olmaz, yaşıl bakteriyalardır. Bu kitabımızda olan düsturdur. 86-cı sual. Hidrogen üzərinə oksigen gəlir, su və enerji ayrılır. Verilmiş prosesin baş verdiyi canlı deyir hansıdır? Bu baş verəcək hidrogen bakteriyalarında. Zülalların funksiyalarına aid deyil, 87-ci sualda deyil. Zülalların funksiyası deyil, regenerasiya. Regenerasiya funksiyası deyil zülalın, sadəcə quruluşunun yenidən bərpa oluna bilmə xassəsidir. Gəldik 88-ci suala. DNT molekulunda karbohidratların və ortosat turşu qaqların ümumi sayı n-ə bərabər olarsa, bu molekulda cəmi neçə azot əsası olar? Deməli, karbohidratların və fosfat turşusunun cəmi n-ə bərabər olarsa, bu molekulda cəmi neçə azot əsası olar? Deməli, azot əsaslarının sayı isə bərabər olacaq n bölünsün 2-yə. Cədvələ əsasən hansı maddə və ya maddələrin quruluşunda hidrogen rabitəsi ola bilməz deyir bizə 89-cu sualda. Ola bilməzsə, onda biz bunu belə yazaq. Birincidə, bu biraz silinibdir, birincidə göstərdiyi DNT-dir. Burada makroeqik rabitə yoxdur deyir, adenin azot əsası var, timin azot əsası var, urasil yoxdur. Y-da göstərdiyi RNT-dir. Burada da makroeqik rabitə yoxdur, adenin var, timin yoxdur, urasil var. Z-də isə ATF-i göstəribdir. Makroeqik rabitəsi var, adenin azot əsası var, timin yoxdur, urasil də yoxdur. Deməli, hidrogen rabitəsi olmaz, burada ATF-də olmaz. Yalnız Z-də, yəni hidrogen rabitəsi olmaz. Gəldik 90-cı suala. Bitkinin yarpağında 100 qram karbohidrat sintezi olması üçün yarpağın üzərinə nə qədər günəş enerjisi düşməlidir? Biz bilirik ki, yarpaq, yəni bitkilər ümumiyyətcə öz üzərinə düşən 100% günəş enerjisinin cəmi 1%-ni istifadə edə bilir. Normalda 1 qram karbohidrat parçalananda 17,6 kilojoule enerji ayrılır. Bizə 100 qram veribdir. Görək 100 qramı parçalananda nə qədər enerji ayrılar? X bərabərdir. 100-ü 17,6-ya vuranda 1760 kilojoule edəcək. Və bu 1760 kilojoule nəzərə alaq ki, 1%-dir. Çünki biz dedik ki, yarpağın üzərinə 100% düşür, o 100-ün 1%-ni istifadə edir və enerji alınacaq, karbohidrat hasil edir və ondan enerji alınır. Deməli, 1760 kilojoule əgər 1%-dirsə, və sonra biz tapaq görək 100%-i nə qədərdir? 100% X. 100-ü vurarıq, bu dəfə 1760-a. Buradan da taparıq ki, X bərabərdir 1700, yanına da 3 dənə 0 qoyarıq. Bu da B variantıdır. Tapdıq ki, yəni bu qədər enerji əslində yarpağa düşübdür, amma onun 1%, 100%-ni də istifadə etsəydi bitki bu qədər enerji verərdi 100 qramda. Amma 1%-ni istifadə etdiyinə görə 1760 kilojoule enerji veribdi 100 qramdan. 91. Buranı biraz təmizləyim. Evkariot orqanizmlərin canlı hüceyrəsində nüvədə baş verə bilər. Nüvədə baş verər, deməli, DNT-dən DNT-nin reduplikasiyası, yəni ikiləşməsi prosesi baş verə bilər. DNT-dən transkripsiya edərək məlumat RNT-sinin sintezi baş verə bilər. Məlumat RNT-sindən zülalın translasiya prosesi baş verməz, bu ribosomda baş verər. Ona görə yalnız 1-2 D variantı. Gəldik 92-ci suala. Enerji mübadiləsinin 3-cü mərhələsində söhbət oksigenli mərhələdən gedir. Sintez olmuş ATF molekullarında 432 ortofosfat turşusu qalığı olarsa,
Bu zaman əmələ gələn suyun nisbi molekul kütləsi neçəyə bərabər olar? Aha. 1 mol ATF sintez olunarkən əmələ gəldi 3 ortofosfat turşusu qağı. 432-dirsə ortofosfat turşusu, tapaq görək ATF nə qədərdir? 432-ni 3-ə bölərik, 144 mol ATF tapdıq. Deməli, 144 mol ATF nə qədər su hazırlayır, bunu tapmalıyıq. Normalda 36 molda 42 olurdu oksigenli mərhələdə suyun mol miqdarı. X-i buradan yenə tapacaq olsaq 42-ni 144-ə vurub 36-ya böləndə 168 mol su taparıq. İndi bizə deyir ki, həmin suyun nisbi molekul kütləsi neçəyə bərabərdir? Yəni 168-i vurarıq 18-ə, çünki suyun nisbi 1 molekul suyun nisbi molekul kütləsi 18-dir. Bu da bərabər edər 3024-ə B variantı. 93-cü suala baxırıq. Ribosomun əsas tərkib hissəsinin hansı nuklein turşusu təşkil edir? Aha, ribosomun əsas tərkib hissəsini hansı nuklein turşusu təşkil edir? Deməli, ribosom RNT-si təşkil edir ribosomun əsas tərkib hissəsini. 94-cü suala baxırıq. DNT molekulunun müəyyən hissəsində hidrogen rabitələrinin sayını N ilə işarə ediblər. Həmin hissədə adenin və timin nukleotidlərinin cəmini necə hesablaya bilərik? Aha, deməli, hidrogen rabitələrinin sayını tapmaq üçün istifadə etdiyimiz belə bir düstur var bizim. Hidrogen rabitəsi bərabərdir 2 adenin üstə gələk 3 guanin və ya bunu 2 timin üstə gələk 3 sitozin olaraq da yazmaq mümkündür. Bizə deyir ki, hidrogen rabitələrini N ilə işarə edib. N bərabərdir 2 adenin üstə gələk 3 guanin. N-i yerinə qoyduq hidrogen rabitəsinin. Burada bizdən adenin və timinin cəmini soruşur. 2 adenini taparıq, bərabərdir N çıxılsın 3 guaninə bərabərdir. 2 adenin, əslində burada adenin birini yazıb, üzərinə də timin gələ bilərik. Adenin və timin cəmini 2 adeninlə işarə edə bilərik və ya 2 timini adenin üstə gəl timinlə işarə edə bilərik. Çünki adeninlə timin əslində bir-birinə bərabərdir. Ona görə adenin üstə gəl timin kimi yazdıq bu 2 adenini. Bərabərdir N çıxılsın 3 guanin kimi göstərə bilərik. Və ya guanin olmasın, burada sitozin olaraq da yazmaq mümkündür. Burada bir mexaniki bir sitozin olaraq yazmaq mümkündür. N çıxılsın 3 sitozin olaraq göstərə bilərik. Bu da D variantı edəcək. Gəlirik 95-ci suala. Fotosintez prosesində T saat ərzində, yəni zamanı veribdir bizə T. N mol CO2 sərf edən bitkinin yarpaq sayısı neçə kvadrat metrdir? S-i bizdən soruşur. N mol karbon qazı istifadə olunub deyir. Yazıq biz fotosintezin reaksiyasını, onun üzərində daha aydın olacaq. 6 mol da su alınır. C6, H12, O6, 6 mol O2. Normalda 180 qram karbohidrat alınarkən 6 mol karbon qazı istifadə olunur. Burada isə deyir N mol istifadə olunur. N molda neçə mol glukoza alınıb bilmirik neçə qram. X-i taparıq buradan 6 N vurulsun 180. Burada da ixtisar getdiyimiz zaman taparıq 30 N. Deməli, M-imizi tapdıq biz buradan 30 N qramını, yəni kütləsini qlukozanın. İndi düsturda yerinə qoyub yazacaq olsaq, N bərabərdir S vur T-dən, S-i tapsaq, S bərabərdir M böl T olacaqdır. M-in yerinə 30 N yazarıq, bölərik, T-nin yerinə də elə T yazarıq. T-yə bölərik, 30 N bölünsün T, 95-ci sualda C variantı. Keçək 96-cı suala.
96-da məlumat rentesinin 150 amin turşusu qalığından təşkil olunmuş zülal molekulunun kodlaşdıran hissəsində urasil və adenin nukleotidlərin ümumi sayı 120 olarsa, DNT molekulunda bu zülalı kodlaşdıran sayəsində neçə hidrogen rabitəsi var deyir. Yazaq. Deməli, normalda yenə 1 amin turşusu 3 nukleotidlə kodlaşırsa, 150 amin turşusu neçə nukleotid sərf olunar kodlaşmasına? 150-ni 3-ə vurarıq, taparıq 450 nukleotid. Və deyir ki, deməli, məlumat rentesini yazaq buradan. Burada da 2 dənə DNT zənciri yazıram, birinci və ikinci olaraq. DNT-də toplamda adeninli nukleotidlərin sayı 120-dirsə, deməli zəncirin birində 60 dənə adenin nukleotidi var, onun qarşısında da 60 dənə timin dayanıb. Burada da yenə 60 dənə adenin var ki, qarşısında 60 dənə timin dayanıb. Toplamı adeninlərin sayı 120 etdimi? Etdi. 120 adenin varsa 120 dənə də timin etdi. Bunları hesabladığımız zaman toplamda bu nukleotid sayı 450, burada bir zəncirdədir. 2 zəncirdə birlikdə nukleotid sayı 900 olar. Və bizdən soruşur urasil və adenin nukleotidlərin ümumi sayını 120 verdiyi üçün adenin üstə gələk urasil bərabərdir 120 RNT-də. Və burada adenin üstə gəl timin bərabərdir 240 DNT-də. İndi biz ümumi nukleotid sayından 900-dən çıxarıq 240-ını, taparıq 660 guanin və sitazinin sayını. Buradan da guanin və sitazinin sayı 2 yerə bölsək 660-ı. Burada 330 düşəcək guaninə, 330 da düşər sitazinin sayına. Hidrogen rabitəsini soruşduğuna görə biz ümumi düsturumuzdan istifadə edərək H hidrogen bərabərdir 900 nukleotidlərin ümumi sayı üstə gələk 330 guanin və sitazinin sayını. Buradan 1230-u taparıq. Bu da B variantı edir. 96-cı sualda B variantı. Keçək 97-ci suala. Aha, 97-ci sualda məlumat rentesinin 124 amin turşusu qalığından təşkil olunmuş zülal molekulunun kodlaşdıran hissəsində sitazin və guanin nukleotidlərin sayını 92 veribdir. DNT molekulunun bu zülalı kodlaşdıran sayısı ona komplementar olan qarşıdakı zəncirlə cəmi neçə hidrogen rabitəsi ilə birləşibdir. Yenə soruşur. Bu da yenə 124-ü vurarıq 3-ə, yəni amin turşusunun nukleotidləri tapmaq üçün vurarıq. 372 nukleotid taparıq. Və 372 nukleotid 92 isə sitazin və guaninin cəmidirsə 92-dir. Deməli, burada 2 zəncirdən söhbət getdiyinə görə 92-ni bir də 2-yə vurarıq. 2-yə də vuranda taparıq 184. 184 də, yəni 92-si deməli ümumilikdə zəncirdə, bir zəncirdə yoxdur, yəni ümumi molekulda sitazinin sayı, 92 də guaninin sayıdır. Biz ümumi rabitələrin sayını tapacaq olsaq, yəni zülalın 2 zəncirində birlikdə taparıq nukleotid sayını 744. Buradan da hidrogen rabitəsini tapacaq olsaq, 744-ün üzərinə 92-ni gələrik, 836, bu da D variantı. 98-ci suala baxırıq. Zülalın biosintezi zamanı translyasiya prosesində 98 molekul su ayrılmışdır. Bu zülal cəmi neçə nukleotid kodlaşdırmışdır bu zülalı? 98-də zülalın biosintezi zamanı translyasiya. Translyasiya prosesində ayrılan suyun miqdarı N çıxılsın bir düsturu ilə işarələnir və N çıxılsın bir düsturuna əsasən burada 98 molekul su ayrıldığını deyir. Buradan N-i tapacaq olsaq, deməli 99 amin turşusundan təşkil olunubmuş. Və nukleotid sayını da tapmaq istəsək, 1 amin turşusu 3 nukleotiddən ibarətdirsə, 99 amin turşusu X nukleotid, X də bərabərdir 297 nukleotidə. Burada da cavab C variantı. Keçirik 99-cu suala.
Deməli, 300 qram qurudulmuş meyvədə olan karbohidrat insan neçə kilojul enerji ilə təmin edə bilər insanı? Qurudulmuş meyvədə karbohidratlar miqdarı 70%-dir. Deməli, 300 normalda 100%-dir. Bizə deyir ki, 70%-i nə qədərdir? Bunu tapaq. X bərabər 70%-i 210 qram edir. Və 1 qramı parçalananda karbohidratın 17-16 kilojul enerji ayrılırsa, 210 qramı parçalananda X. X-i da buradan taparıq. 3696. C variantı. 100-cü suala baxırıq. 100-cü sualda verilmiş sxemdə X maddəsi nədir deyir. Nukleotidimiz urasil nukleotididir və azot əsası hissəsi təbii ki, urasil olacaq. X burada karbohidrat hissəsi riboza. Ortofosfat turşusu qaldı. Ortofosfat turşusu X maddəsi nədir? X maddəsi ribozadır. Burada ribozanı variantda görmürük, amma riboza həm də monosaxariddir də, ona görə C-ni götürə bilərik. 101-ci sual. DNT molekulunda guaninin sayı 400-dür. DNT molekulu, yəni 2 zəncirdə birlikdə 400 guanin var. Burada sitazinin sayı da 400 olar. Sonra nukleotidlərin ümumi sayı 1800-dür. N nukleotid bərabərdir 1800. Bu molekulda hidrogen rabitələrinin sayı ümumi nukleotidlərin sayından nə qədər çox olar? Hidrogen rabitəsinin sayını tapmaq üçün düsturumuz H rabitə bərabərdir. Nukleotidlərin ümumi sayı 1800, üstə gedək guanin və ya sitazinin sayı 400. Toplamı edəcək 2200 hidrogen rabitəsi. Nukleotidlərin ümumi sayını tapacaq olsaq, bunu 1800 vermişdi zaten. Hidrogen rabitəsi nukleotidlərdən nə qədər çoxdur? Yəni 2200-dən biz çıxarıq 1800-ü. Buradan da taparıq 400. Cavabımız A variantıdır 101-də. Keçirik 102-ci suala. 102-də adenin və sitazin nukleotidlərinin sayını bir-birinə bərabər olan DNT molekulunda karbohidratların və ortofosfat turşusu qarğıların ümumi sayı N-ə bərabər olarsa, bu molekulda cəm neçə adenin azot əsası olar deyir. Deməli, adeninin sayı sitazin nukleotidinin sayı ilə bir-birinə bərabər. Yəni, bir dənə adenin varsa, bir dənə də sitazin var. Yaxşı, bir adenin varsa, onun qabağında bir timin var, sitazinin qabağında da guanin var. İndi, bir dənə adenin olanda, onun qabağında, yəni bir adenin olanda neçə dənə karbohidrat və ortofosfat turşusu cəmi olar? Karbohidrat və ortofosfat turşusunun cəmi neçə olar? 8 olar. Cəmindən söhbət gedir. Çünki adenində 1, timində 1, sitazinlə guanində də 1-1. Toplamı 4 dənə karbohidrat, 4 dənə də fosfat turşusu. Toplam 8 edəcək. Bəs onda N sayda neçə adenin edər? X-i buradan taparıq. N bölünsün 8. Cavabımız da D variantı. 103-cü suala baxırıq. DNT molekulunun guanin və sitozin nukleotidlərinin sayının cəmi adenin və timin nukleotidlərinin sayının cəmindən 2 dəfə çoxdur. Bu DNT molekulunda N sayda hidrogen rabitəsi olarsa, həmin molekulda neçə adenin nukleotidi olar? Biraz yuxarı çəkim ki, rahat yaza bilək. Deməli, adenin və daha doğrusu guanin və sitazinin cəmini deyir ki, guanin üstə gələk, yəni sitazin, adenin üstə gələk, timinin nukleotidlərin sayının cəmindən 2 dəfə çoxdur. Tutaq ki, bunları 2 ilə işarə etsək, guanin və sitazini 4 ilə işarə etməliyik. Onda N sayda hidrogen rabitəsi olursa, həmin molekulda neçə adenin nukleotidi olar? Yaza bilərik ki, tutaq ki, guanini minimala gətirək. Guaninin sayı 2 guanin olanda 1 adenin olur da, bu o deməkdir. Onda qarşısında sitazin dayanar, adenin qarşısında timin dayanar. Bir dənə adenin olanda neçə hidrogen rabitəsi var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə hidrogen rabitəsi olar. Bəs onda N qədər hidrogen rabitəsində neçə adenin olar? X də bərabərdir. Yenə N bölünsün 8 qədər. Cavab E variantıdır 103-cü sualda.
Davam edirik 104-cü sualla. Translyasiya prosesində 124 nəqliyyat RNT-si molekulu iştirak etmişdirsə, sintez olunmuş polipeptid zəncirin maksimum uzunluğunu hesablayın. Uzunluğu da 0,35 və 0,37 nanometr olduğunu bilirik bir amin turşusu üçün. Maksimum deyirsə 0,37 nanometrdən hesablamalıyıq. Baxaq. Deməli, əgər nəqliyyat RNT-si molekulu iştirak edibsə 124 ədəd, deməli 124 ədəddə amin turşusu olubdur. Çünki hər bir dənə nəqliyyat RNT-si özünə birləşdirib gətirir bir dənə amin turşusunu. 124-dürsə, deməli 124-də amin turşusu var. Bir amin turşusunun maksimal uzunluğu maksimal uzunluğunu dediyi üçün 0,37 nanometr olduğuna görə 124-ü vurarıq buradan 0,37 nanometrə və alacağımız cavab deməli burada edəcək 45-88. 105-ci sual. Zülalın orta molekul kütləsi M ilə işarə etsək, həmin zülal molekulunun biosintez zamanı translyasiya prosesində əmələ gələn su molekullarının cəmi neçə proton olar? Protonunu tapmalıyıq su molekulunda. Zülalın orta molekul kütləsini bildiyimiz üçün onu biz bölməliyik, belə deyək də 110-a bir amin turşusunun kütləsinə ki, tapaq bunun tərkibində nə qədər amin turşusu var və həmin amin turşusundan bir vahid az da suyun miqdarını tapmalıyıq. Söhbət translyasiyadan gedir. Sonra da suyun kütləsini, protonunu tapmaq üçün ona vurmalıyıq. Yəni, zülalın molekul kütləsini M veribdir. M qədər zülal varsa, bölərik bir amin turşusunun zülalın tərkibindəki kütləsi 110-a. M-i 110-a böləndə tapırıq amin turşusunun sayını. Amin turşusunun sayını tapandan sonra ondan 1 çıxırıq. 1 çıxanda da tapırıq suyun miqdarını. Suyun miqdarını tapandan sonra da onu 10-a vururuq ki, bir suda 10 proton var. Bu qədər suda neçə proton var? Bunu tapa bilmək üçün. Bu da D variantıdır bizdə. 106-cı sual. Hansı sırada genetik kodlar daha çox amin turşusu növü kodlaşdırar? Deməli, stazin, guanin, urasil, guanin, urasil. Bunlar fərqlidir, 3 növdür. Stazin, guanin, bunlar ikisi eynidir deyə buradan cəmi 2 növ olar. Yəni, bu iki eynidən birini götürürük ki, hərəsi bir növ olmayacaq da. Bir növ bundan, bir növ də bundan cəmi 2 müxtəlif növ. Burada da 2 müxtəlif növ olar. Burada ASG, burada da ASG var deyə çıxırıq. SSG bunda çıxır. Burada da cəmi 2 növ olar. ASG ilə ASG 2 dənədir. Bunlardan da 2 dənədir. ASG-dən hətta 3 dənədir. Bunu da çıxırıq. Hərəsindən bir dənə 2 növdür. Yəni, ən çox A variantında 3 müxtəlif növdür. 107. Meyvələrə şirin dad verən maddələrə aid karbohidratlar. Monosaxaridlər. Şirin dada malikdir. Suda yaxşı həll ola bilir. 108-ci sual. Qış yuxusu zamanı ayılarda 12,5 kq ehtiyat yağların oksidləşməsi nəticəsində nə qədər su və nə qədər enerji əmələ gələr? Deməli, 1 qram yağ oksidləşəndə 1,1 kq 1 litrdən su ayrılır. 12,5 kq nə qədər su ayrılar? Buradan x-i tapacaq olsaq 13,75 tapmış olarıq. 13,75. Burada suyu tapdıq biz. İndi bizdən enerjini soruşur. 1 qramı parçalananda enerji ayrılırdı 38,9 kilojoule yağların 1 qramı parçalananda. Burada 1 qram dediyinə görə 12,5 kiloqramı qrama çevirərik. 12,5-i vurarıq 1000-ə. Gələr burada yanına 2 dənə 0 gələr. Yazarıq ki, nə qədər, neçə kilojoule enerji ayrılar. Buradan da x-i tapsaq 48, 6, 2, 5, 50.
Buradan cavab tapırıq. Y variantı. Keçirik 109-cu suala. X sayda riboza daşıyan RNT molekulunda verilənə uyğun sayda daha hansı maddə ola bilər? RNT molekulunda nukleotidlər 4 növdür. Adeninli, urasilli, sitazinli və guaninli. Hər bir nukleotid 3 hissədən ibarətdir. Onun azot əsası hissəsi, karbohidrat hissəsi və fosfat turşusu hissəsi. Karbohidrat hissəsi də riboza adlanır. İndi X sayda riboza daşıyan RNT-də elə X sayda da fosfat turşusu qalığı olar. Ona görə də 109-cu sualda cavab B variantıdır. 110-cu sual. Molekul kütləsi 44.000 olan zülalın tərkibindəki amin turşularının translyasiyasından əvvəl orta molekul kütlələrinin cəmini hesablayın. Bir amin turşusunun kütləsi 128 veribdir. Deməli, 44.000-i onda bölərik biz 110-a bir amin turşusunun zülal daxilindəki kütləsinə. Taparıq buradan 400 amin turşusu. Translyasiyadan da əvvəl, yəni zülal sintezi getməmişdən əvvəl sərbəst halda amin turşularının kütləsi 400 amin turşusunu 128-ə vurarıq. Çünki bir amin turşusu sərbəst halda 128 atom kütlə vahididir. Buradan 51.200-ü taparıq. Bu da D variantı edir. 111-ci suala baxırıq. Zülal zəncirini başlayan və qurtaran amin turşularının kütlələrinin cəmini hesablayın. Bir amin turşusu 128-dir. Deməli, zülal zəncirində ilk normalda 128 atom kütlə vahidinə malikdir amin turşusunun kütləsi. Zülal zəncirini başlayanda, yəni birinci olacaq 111. Bitirəndə, yəni sonuncusu isə olacaq 127. Bunun səbəbi nədir? Bir amin turşusu özünün OH-ını verir, digər amin turşusunun hidrogeni ilə birləşir, su molekulu ayrılır. Buradan da OH-ın kütləsi çıxılır, 128-dən 111 qalır. Digər amin turşusu isə, yəni sonuncu birləşən amin turşusu, özünün hidrogenini verir, digərinin OH-ı ilə birləşir, su molekulu ayrılır. Ona görə də bir hidrogenin kütləsi 128-dən çıxılır, 127 qalır. Bunların cəmini soruşduğuna görə cəmi edəcək 238, bu da A variantıdır. 112-ci sual. Bişmiş yumurta denaturasiyaya ən yaxşı misaldır. Yumurta zülalı, yəni albumin neçə dərəcədə denaturasiyaya uğrayır? 60-70 dərəcədə. Əzələ hüceyrəsində hansı azot əsasının miqdarı daha çox olur? ATF-in miqdarı çox olduğuna görə, ATF-in də tərkibində azot əsaslarından ən çox adenin olduğuna görə, deməli adeninin miqdarı əzələ hüceyrəsində daha çox olar. 114-cü suala baxırıq. 114-cü sualda əgər DNT-nin zülal kodlaşdıran hissəsində mövcud olan nukleotidlərin sayını N ilə işarə etsək, bu hissədə zülalın xətti quruluşu biosintezinin transkripsiyası nəticəsində neçə molekul su ayrılar? Belə yazırıq bunu. Normalda transkripsiya zamanı əgər nukleotidin sayı N qədərdirsə, nukleotidin sayından çıxarıq 1, transkripsiya zamanı da, yəni su ayrılar bu qədər, N çıx 1. Sonra gəldik 115-ci suala. Translyasiya prosesi zamanı sintez olunur. Translyasiya zamanı zülal sintezi olunacaq. Transkripsiya zamanı məlumat RNT-si. 116-cı suala baxırıq. 116-cı sualda DNT molekulunun bir zəncirində, DNT 2 zəncirdən ibarətdir. DNT-nin bir dənə zəncirində adeninli nukleotidin 25 ədəd olduğunu deyir. Timinli nukleotidin 230 ədəd olduğunu deyir. Sitazinlinin 40, guaninli nukleotidin də 200 ədəd olduğunu deyir 115-ci sualda, 116-cı sualda. Yəni, bu birinci zəncir üçün keçərlidir. Bizə deyir ki, həmin hissədəki nukleotidlərin ümumi sayını tapın. Ümumi sayını tapmalı olsaq, deməli, bu 25 adenin varsa, bunun qarşısındakı hidrogen rabitəsi ilə komplementar olaraq 25 dənə də timin olmalıdır.
Timin 230 ədəddirsə birinci zəncirdə, buradan rabitənin birini silək. Deməli, onun qarşısında da 230 dənə adenin dayanar. Guaninin qarşısında 40 dənə sitazinin qarşısında guanin dayanar. Guaninin qarşısında da 200 dənə sitazin dayanar. İndi bizdən nukleotidlərin ümumi sayını soruşsa, hamısını toplayarıq. Bunu da cəmi edəcək 990. 117-ci suala baxırıq. Hansı prosesin nəticəsində karbon qazı xaric olunur? Karbon qazı xaric olunur deyirsə, bu oksigenli parçalanmadır. Oksigenli parçalanma reaksiyasında 6 mol karbon qazı xaric olunur, 6 mol oksigen istifadə olunur. 118-ci sual burada deyir ki, hemoqlobin zülalı haqqında mülahizələrdən hansı səhvdir? Dördüncüllü quruluşa malikdir fikri doğrudur. Oksigeni tənəffüs orqanlarından toxumalara daşıyır, doğru fikirdir, götürmürük. Monomeri amin turşularıdır. Zülal olduğu üçün bəli. 2 globuladan ibarətdir? Yox, 2 globuladan yox, 4 globula, bir dənə də hem dəmir hissədən ibarətdir. Ona görə səhv fikir D variantıdır. Tərkibində qeyri-zülali hissə komponenti olur. Bəli, yəni dəmir hem hissəsi onun qeyri-zülali hissəsidir. 119-cu sual. DNT molekulunda hidrogen rabitələrinin sayı H rabitə 8400-dür. Əgər bu molekulda 600 adenin nukleotidi olarsa, onda molekulun bir zəncirində neçə dezoksiriboza olar? Yenə DNT molekulu, yenə 2 zəncirdir. Bir zəncirində 600 adenin varsa, qarşı tərəfdə də 600 timin var deməkdir bu. Ümumilikdə isə hidrogen rabitələrinin sayını veribdir 8400. Yenə hidrogen rabitəsinin belə bir düsturundan istifadə edərik. Bərabərdə 2 adenin üstə gələk 3 guanin düsturu. Və ya bunu 2 timin 3 sitazin olaraq da götürə bilərik. Hidrogen rabitənin sayını bilirik, yerinə qoyub yazırıq. Bərabərdə adenin sayı 600-dür. 2-ni vururuq 600-ə. Üstünə gəlirik, 3 dənə guanini sayını bilmirik. Buradan 3 guanini tapacaq olsaq bərabərdir. 8400-dən 1200-ü çıxarıq, taparıq 7200. Guaninin sayını da taparıq 7200-ü 3-ə böləndə taparıq 2400. 2400 guanindirsə, deməli burada sitazinin də sayı 2400-dür ümumi 2 zəncirin ikisində də. Əgər 2400 guanin, 2400 sitazin varsa, deməli burada 600-də adenin var idi, bayaq vermişdi. Deməli 600-də timin tapmışdıq biz. İndi burada nukleotidlərin ümumi sayı 6000 edəcək. Toplayırıq hamısını. Biraz yuxarıdan yazaq. Ümumi sayı 6000 edir nukleotidlərin. Və 6000 nukleotidin 3000-i birinci zəncirdə, 3000-i də ikinci zəncirdədir. Bizdən isə bir zəncirdəki karbohidratların sayını soruşurdu. Əgər səhv etmirəmsə, bir dəqiqə. Deməli, bir zəncirdəki dezoksiribozanın karbohidratın sayını soruşur. Bir zəncirdə əgər 3000 nukleotid düşürsə, bunun birinə 3000 nukleotid düşürdüsə, deməli, buradakı bir zəncirdəki karbohidratın sayı da 3000 olacaq. Çünki hər bir dənə nukleotidin bir dənə karbohidratı dezoksiribozası var. Gəldik 120-ci suala. 120-ci sualda polisomdakı ribosomların sayı nədən asılıdır deyir. Polisomdakı ribosomların sayı, deməli, polisom zülal biosintezində iştirak edən ribosom qrupuna deyilir. Minimum 4, maksimumda 40 ədəd olur. Onun sayı asılıdır məlumat rentesinin uzunluğundan. Yəni, məlumat rentesi nə qədər uzun olarsa, həmin məlumat rentesinin özünün ribosomdan keçə bilməsi üçün o qədər də çox ribosomlar olmalıdır polisomda. 121-ci suala baxırıq. 121-ci sualda DNT-də mövcud olan hidrogen rabitələrinin sayını N ilə işarə etsək, bu molekulda mövcud olan nukleotidlərin sayını necə tapmaq olar?